Herkese salam, yeni YouTube videoma xoş gəlmisiniz. Gördüyünüz kimi yeni telefon almışam. Telefonla bağlı fikirlərimi videonun üzərində danışaram ya da videonun ortalarında qutu açılımı eləyərəm sizə. Mən bugün İsmailiyə gedirəm. Sumkamı yığmağımı falan hamısını sizə çəkmişəm. İndi o hissələri gələcək. Qızlar, sumkamı yığıram. Qabaqdan Qurban Bayramı gəlir. Qurban kəsəcəyimiz üçün 4-5 günlük rayona tətilə gedirəm. Dedim sizi də özümlə aparım. Yol üçün bu koftanı geyinəcəm. Bunu böyük ehtimal ki çoxunuz Temuda görmüsünüz. Pambıqdır, çox süperdir. Buna bir dənə də hələ sifariş vermişəm. Altdan geyməyə belə qara atlas şalvarım var. Bir də boz hicab taxacam. Bir də boz qolçaq. Bunları gedəndə geyinəcəm. Qoyacaqlarımın yarısı hələ ki bunlardır. Elə çox şey aparmayacağam. 4-5 parça oldu, bəs eləyir. Hələ ki bunları götürmüşəm. Qızlar, sumkanı yığdım. Özümlə bel çantası götürürəm həmişə rayona gedəndə. İçinə baxım, makyaj şeylərimi yığıram. Tripodumu da götürmüşəm. Bir də belə makyaj çantam var. İçərisinə kremlərimi, serumlarımı və makyaj şeylərimi də götürdüm. Bir də belə sumka götürdüm ki, rezindir, broşkadır, pambıqdır, ıvır-zıvır şeylər. Sumkama qoydum hər şeyimi, makyaj, bakım, aksesuar, hamısı hazırdır. İndi də olmazsa olmazım Canon aparatı. Mən bundan geçən şəkillərimi çəkirəm, atkilərim. Bir də özümdən əl çantası olaraq da bunu götürəcəm. Qızlar, birazdan rayona çıxacağım. Havanın durumuna baxın. Bayaq gün idi. Dolu yağır. Saat 9-a qalırdı ki, artıq evdən çıxdıq. Yollar çox probkaydı. Ona görə də saat 12 üçün Şamaxıya çatdıq. Gecə saat 1-də də İsmailiyə çatdıq. Güllər çox gözəl idi, bunu da çəkdim. Sabahınız xeyir olsun qızlar. Hər kəsin buradan Qurban Bayramını təbrik edirəm. Bugün Qurban Bayramının ilk günüdür. İndi səhər yeməyi yeyəcəm. Çay qoymuşam qaynamağa. Səhər yeməyini yedik, daha sonra qoyun kəsildi. Qoyun kəsildikdən sonra biz belə kloklarda hissələrə ayırdıq. Ətrafımızdakı insanlara payladıq. Qızlar, kekslərin qırağından belə qalmış o xantıları tökürük mikserə, qarışdırırıq. Hamısını blenderdən keçirdikdən sonra belə qaymaq var idi. Qaymağı bunun içərisinə qatdıq. Qızlar, bunun içərisinə skuşonka malaka tökdüm. Belə bu formada da qəşəng yumruladım. Buradan küftəyə oxşuyur. Daha sonra bunu kokosa bulayacağım. Bitirdim hamısını. İndi belə kokos var. Buna batıracağım bir-bir. Siz də əgər piroq, keks yeməkdən sıxılmısınızsa, belə piroqları balaca kekslər eləyərək onu oxantı halına gətirib, malako ilə, qaymaqla qarışdırıb belə yumru top halına gətirib kokosa, kakoya batırıb yeyə bilərsiniz. Daha sonra bibimgilə getdik. Dedi burada da manqal var. Manqal varmışkən ciyərləri də kabab eləyək. Oturub hamımız bir yerdə yığışıb bayramın ilk gününü qeyd eləyək. Bibim də belə Qurban Bayramına özəl bir dənə tort eləmişdi. Daha sonra samavar da qaynatdıq. Samavarsız olmaz. Burada isə kətdə qalan bibimgilə gedirik. Mənim biblərim çox olduğu üçün və çoxsu da rayonda qaldığına görə hər gün birisinə getdim. Qızlar, bunların şirinliyinə baxın. Bibim belə şirinyatlar eləyib. Biri bananlıdır, biri çiyələkli. Ən sevdiyim meyvələrin hamısı burada bir aradadır. Marketə girəndə Alpengold'un yeni çeşidini gördüm, aldım, yoxladım. Çox gözəldir. Siz də dadına baxın. Burada da bibimlə bir yerdə heyva yarpağından yarpaq dolması elədik. Bibimgildə qurban kəsdiyi üçün onlarda da ciyər kababı elədik. Burada artıq Bakıya gəlirəm. Əslində rayonda 4-5 gün qaldım, amma elə çox bir şeylər çəkə bilmədim. 1 iyundan hər kəsə salamlar. Burada hazırlaşmışam. İlk öncə uşaqların bayramını təbrik edirəm və daha sonra da uşaq ruhlu və uşaq qəlbli olan insanların da bayramını təbrik edirəm. Burada artıq yola çıxmışıq. Ömər Atçılıq Mərkəzinə gedirik. 2-3 dəfə bura gəlmişəm. Çox sevirəm bu məkanı. Mama da əməliyyat sonrası təmiz havası olan, belə sakit, huzurlu bir məkana getmək istəyirdi. Ona görə biz də bu məkanı seçdik. Əgər bura gəlmək istəsəniz, məlumat verim ki, bir nəfər 5 manatdır. Bura gələndə çalışın gün orta saatlarında gəlin ya da axşamüstü saatlarında gəlmək istəyirsinizsə isti havada gəlin. Çünki bura nə qədər isti bir ortam olsa da bura çox küləkli idi.
Burada uşaqlar üçün də karusellər də var. Neçə il bundan əvvəl burada atlar başlarına çıxardırdı. Burada kök falan da vermək olurdu. Artıq onu ləğv eləyiblər. Burada atların olduğu yerdir. Allah, bunu yiyəcəm mən. Çolkasına bax. Bu birisi çolkasını kəsib, bu birisi də çolka uzadır. Niyə? Pişik balası. Bunun boyuna da bu çox yekədir. Şəkil də çəkdirdim bu atlarla, videonun üstünə qoyaram. Biraz qorxaraq çəkdirdim. Çünki arada bir bəziləri kişnədi ona görə. Çox şirin 2 dənə də var. Niyə? Paltarımı yemə. Bax görüm. George. My little pony. My little pony. Kızlar, burada dəvə də var. Dəvə də varmı? Bu alanda pul verirsən, 5 manat ya da 10 manat olmalı, tam xatırlamıram. At sürürsən burada. Bura gəlməmisinizsə mütləq gəlin, mən çox sevirəm buranı. Bu Ömər Açalıqda ən sevdiyim şeylərdən biri isə burada böyük bir göl olması və gölün içərisində və yanında qəşəng belə restoranları var. Mən də burada shorts videosu üçün çoxlu videolar çəkdim. Əgər shorts videomu izləməmisinizsə, bu videodan sonra gedib shorts videomu da izləyin. Daha sonra burada oturduq çay içməyə. Yanımızda da belə balaca dovşan var idi. Dedim onu da sizin üçün çəkim. Çaylar gəldi. Yanında da qoz mürəbbəsi var idi. Obşi bir yerdə çaya 15 manat ödədik. Burada da gözəl hovuz var idi. Burada da qəşəng videolar, şəkillər çəkdim. Burada uşaqlar üçün belə karusellər, yelləncəklər də var idi. Birazdan burada uşaq üçün konsert olacaq həyətində. İndi oturub ona baxacağıq. Hətta burada piknik üçün bir alan da ayırıblar ki, çöldən ürəyiniz nə istəsə alıb gətirə bilərsiniz. Bir stolun qiyməti isə 20 manatdan başlayır. Qızlar, aranızda əgər bura gəlməyənlər varsa, mütləq bura gəlməlisiniz. Burada da artıq uşaqlar üçün tədbir başlamışdı. Klonlar, maskotlar gəlmişdi. Uşaqlar üçün mahnılar qoymuşdular. Artıq yavaş-yavaş buradan çıxırıq, evə gedirik. Bizim üçün çox gözəl və çox maraqlı bir gün oldu. Qızlar, səhərsi gündən salamlar. Bugün Neftçilədəki Dekalivə gedəcəyik. Ev üçün lazım olan bəzi əşyalar var ki, onu almaq istəyirik. Amma Dekalivə getmədən öncə dedik, bizim favori məkanımız olan Boraniyə gələk, günorta yeməyimizi yeyək, sonra da gedək alış-verişə. Mən menyularında yeni əlavə olunmuş toyuq buffalo wrabı seçdim. Ümumiyyətlə menyularında yeni belə setlər var idi. Mamam da həmişə kimi dönər çox sevdiyinə görə Bakı dönəri seçdi. Bir də yanında da mimoza salatı götürdük. Artıq burada sifarişlərimiz gəldi. Mimozanın dadı çox gözəl idi. Bu da bu toyuqlu wrapı da çox bəyəndim. Mən hər dəfə Boranı restoranına gələndə menyularında çıxmış yeni setləri, yeni yeməklərin dadına baxıram. Bunu da çox bəyəndim. Gəldik qızlar Dekalivə yenə. Görək ev üçün lazım olan nə varsa alacağıq. Keçən səfər qızlar bura gələndə demişdim ki, gələn səfər gəlsəm, belə xırda-mırda maraqlı bir şeylər gördüksə alacağam. Bir dənə bunlara baxın, meyvələrdir, turbuçkalardır. Ürəklisi də var. Bundan məndə var evdə. Amma bu çeşidlər də çox qəşəngdir. Dekalivin ən sevdiyim yanı isə içərisinin belə rəngarəng, dolu-dolu olmasıdır. Bir də bu çaşkaların qəşəngliyinə baxın. Bilirsiniz ki, son zamanlar belə bantikli çaşkalar dəbdədir. Qiyməti isə 14 manat 90 qəpik idi. Bir də belə spatula aldıq evə. Qızlar, buna baxın, çox qəşəngdir. İçi belə kafel kimidir. Belə qeyri-adi, maraqlı şeyləri çox sevirəm. Keçən səfər bu modelin stəkanını almışdıq, çox bəyənmişdik. Bir də buna baxın, belə 1 manata balaca çiyələkli boşqab da var. Bir də belə tutacaqlı formasında duz və stiyot qabı var. Çox maraqlıdır bu da. Belə şüşə materialında limon sıxacağı da var. Bir də qızlar evə bundan aldıq sabun qabı. Bir də bu seti aldıq ki, hamama qoymaq üçün. Diş fırçalarını, üzümə gelini, bir də içərisinə şampun tökmək üçün belə bir qabdır. Bir də VC üçün təmizləmə fırçası aldıq. Mətbəxdə istifadə eləmək üçün meyvələri, tərəvəzləri yumaq üçün belə bir dənə süzgəc aldıq. Hələ ki balaca boyunu götürdük. Qiyməti isə 7 manat 50 qəpik idi. Gələn səfər gələndə isə bir tık böyük boyunu götürəcəyik. Bir də burada bunu gördük, çox bəyəndik. Ayaqlı çərəzlik qabıdır. Stolun üstünə qoymaq üçündür. Bu desenləri ümumiyyətlə çox sevirik. 15.90-a da bunu götürdük. Alacaqlarımız bu qədər idi. Hamısı bir yerdə 61 manat elədi. İndi isə evə gedirik. Qızlar, Hometler brendindən mop sifariş verib mama Instagramdan. Lore dildə desək, bu yersilən və polsilən gedir.
Bu uzun çubuğudur. Əl tutqacı gedir. Bu da silinən yeridir. Bundan pəncərə də silmək olur. Bu künclər üçündür. Bu da opşi ev silmək üçün yaxşıdır. Bu da opşi qabıdır. Burasından da açıb suyu boşaltmaq olur. Açırsan burasını, su tökürsən. Bunun özəlliyi odur ki, təmiz və kirli suları bir-birindən ayırır. Burası suyunu tökürsən. Bir də burasından belə şotkası çıxır ki, bu parçaları sonra kirlənəndə tük, kirlər yapışanda bu ilə belə təmizləyib çıxarırsan. 2 dənə də başlığı var. Biri kvadratdır. Bir də künclər üçün belə 3 bucaq başlığı var. Bu özünün içərisindən çıxıb balaca şampunlardır. 1-2 dənəsini suyun içərisinə qatırsan, köpüklənir. Belə də rahat formada işləyir. Bu da digər başlıqlarıdır. Biz sadəcə indi yoxlayırıq ki, görək necədir. Yaxşıdır, pratikdir. Qızlar, burada təzə telefonumu almağa getdiyim gündür. Biz Nizami Moldakı bir telekoma getdik. Honor 600 Pro telefonunu aldım. Keçən videoda dediyim kimi 3 telefon arasında qalmışdım. Mən də oturub araşdırdım. Mənim istədiyim özəlliklərə, funksiyaya daha yaxın Honor 600 Pro idi. Ona görə də elə bu telefonu aldım. Çox məmnunam, işlədirəm. Əgər Honor modeli almaq istəyirsinizsə, bu modelə göz ata bilərsiniz. Mənim videom buraya qədər idi. Öpürəm sizi. Hələlik.